Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, karşınıza bir dənə şok bir dənə təklifdən çıxmışam. Buranı görənlər keçinəcək, pis olacaq. Necə ola bilər ki, belə bir torpaq, belə bir qiymətə verilir? Əsil. Yeznəyə qismət olunacaq. Bir dənə torpaq göstərəcəm. Dörd tərəfi hasarlıdır. Arkadaki dağlara görürsünüz, gözəlliyə baxın. Xahiş edirəm, sual verməyin ki, şəhərə yaxındırmı, içindən ortasından marşrut keçirmi? Xeyr. Şəhərdən kənarda Qazbini adlanan ərazidə, dağın ətəyində qəçək, dağ tipli ev tikmək üçün ideal bir dənə sahə. Həmişə kimi nə edəcəm? Bismillah deyib çəkilişə başlayacağım. Bismillah. Baxın, belə dağları göstərim. Bəh, dağların gözəlliyinə baxın. Qafqaz sıra dağlarının tam ətəyində dörd bir tərəfdə hasara alınmış torpaq sahəsi göstərəcəm. 12 sotdur, hər tərəfi hasarlıdır. İnşallah həyata girib həyətlərlə göstərəcəm. İçində natamam tikili də var. 2 qat daşdan istifadə olunub. Belə göstərim Allahın izni ilə, baxın. Deməli, dörd bir tərəfi hasarlıdır. İnşallah mən girib içərinə göstərəcəm. Belə baxın. Asfalt yoldan təxmini olaraq 150-200 metr məsafədə yerləşir. Belə göstərim inşallah. Hazır qapıları da var. Yəni tam qufçalı, tam sənədli, tam tikini təyinatlı torpaq sahəsidir. Dörd bir tərəfi hasarlıdır. Qiyməti deyəcəksiniz ki, necə ola bilər ki, belə ucuz qiymətə torpaq satışa çıxarmışıq. Çünki sizin əxiniz, hamınız yaxşı tanıyırsınız. Satışda heç bir üzərinə faiz qoymur, məbləğ qoymur, öz qiymətlə satışa çıxarır. Baxın, belə göstərim. Bəh, bir dənə bax, küləyə baxın. Oh, elhamdülillah, Allah azə və cəllənin möcüzəsidir. Baxın, belə girirəm, görün. Dörd bir tərəfi də hasarlıdır. Yəni, buranı alırsınız, hasar çəkməyə ehtiyac yoxdur. Bir dənə elə bir ki, ev tikəcəksiniz və yaxud da ki, hazır tikilmiş evin tikintisinin davamına aparıb ev sahibi olacaqsınız. Baxın, belə göstərirəm. İçində belə bir natamam tikili də var. 2 qat daşdan tikilmişdir. Yəni ki, qarşısından bütün kommunikasiya sistemləri keçir, yəni kommunikasiya sistemləri təchiz olunubdur. Qaz, su, işıq, internet, hər bir şey torpaq sahəsinin qarşısından keçir. Hazır qəşən dəmir qapılarına qədər belə göstərim. Baxın. Baxın, gördüyünüz kimi 2 qat çölü kubikdir, kəsmə daşdır. İçərisi də kərpicdir. Termostat verilib. Baxın. Əla. Maşallah. Doğrudan da çox qəşəng, çox gözəl tikilmiş, tikili də var içərisində. Xahiş edirəm, axıra qədər baxın ki, qiymətlərin xəbəriniz olsun. Belə göstərim. Buranın təbii ki, dizaynını dəyişə bilərsiniz, buranın navesə çevirə bilərsiniz, evi o yana tikib bu yana naves edə bilərsiniz. Hər tərəfə belə göstərim. Maşallah. Doğrudan da çox qəşəng, çox gözəl yerdə yerləşir. Dörd bir tərəfi hasarlı, dörd bir tərəfi bağlı, tam qupçalı, tam tikini təyinatlı, həyətyanı. Belə göstərirəm, maşallah. Gördüyünüz kimi dörd bir tərəfi hasarlıdır. Bəh. Doğrudan çox gözəldir, baxın. Dağların qoynunda. Burada nə edirsən? 50-60 dənə sama var, 10-15 kilo mürəbbə, 70-80 dənə şiş kabab manqalın üstündə. Gətir götür. Elhamdülillah, təbii ki, nə ilə? Komfortlarla, soklarla, təbii ki. Baxın, maşallah. Deməli, nədir? Buranın qiyməti, buranın ümumi qiyməti 12 sot, 4 tərəf hasarlı içində bu tikili ilə bir yerdə cəmi cümlətən, cəmi 32 minə, 32 min azenə təklif olunur. Təbii ki, reallıq olsa, qiymətdə endirim olacaq. Bu işlərlə məşğul olanlar, özü torpaq axtaranlar yaxşı biləcək ki, biz doğrudan çox ucuz qiymət qoymuşuq. Mən açığı deyəcəm, tək bu. Tikintiyə, hasara, yəni ki, bu qapılarla bir yerdə buralara 14 min pul çıxıb. Tək bunun nəyindən gedir söhbət? Yəni, bunun hasarından gedir. Yəni, torpağın qiyməti salmamışım elə ora. Özünüz fikirləşin, nə görə nə qədər bura ucuz veririk biz. Tək bu hasarın tikintisi 14 min çıxıbsa, torpağın 12 sotunu hesablayın, görə nə qədər pul edir. Allahın izni ilə. Səhifədə nömrəmiz qeyd olunubdur. 7-24 saat yaza və ya zəng eləyə bilərsiniz. Vızı vaxtınız bəs eləyir. Özümüz sizə zəng eləyəcəyik. Çatdırılma da var. Evinizdən götürürük, torpağı satırıq, görə evinizə çatdırırıq. Allah muhafaza mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah. Gəlin, bu dağın mənzərəsinə baxaraq qiymətdə endirim eləyəcəyik. Allah muhafaza mülkünüzə bərəkət versin. Esselamu Aleyküm.